Salam, mən Şəhriyar Mirzəliyev. Bugün sizlərə Windows 7-ni proqramsız Windows 7-də tema hazırlamağı öyrədəcəm. Yəni öz şəxsi temanızı hazırlayacaqsınız. Hətta vaxtla şəkillər dəyişəcək. Amma bunları hamısını proqramsız edəcəksiniz. Sadəcə Windows'un öz funksiyalarından istifadə edərək. Bunun üçün masa üstündə, yəni robot stolda sağ düyməni klikləyir və ən aşağıda gördüyünüz bu hissəyə daxil oluruq və daxil olduğumuz hissədə gördüyünüz burada yazılan foto robot stol, yəni ki ekranda masa üstündə olan şəkillər, buna vururuq və burada bizə ekranda olan şəkilləri seçirik və yaxud da buradan biz gördüyünüz bu hissədə abzor deyərək hər hansı bir qovluqda və yaxud da hər hansı bir disketdə olan faylları seçə bilərik. Mən indi robot stola çıxartmışdım mənə lazım olan şəkilləri. Gördüyünüz kimi buradadır məndə şəkillər. Şəkili buradan gördüyünüz bu hissədən klikləyərək seçə bilərik və yaxud da ki ləğv edə bilərik. Bildiyiniz kimi. Şəkilləri seçdikdən sonra gördüyünüz bu hissədən şəklin necə olmasını seçirik. Yəni tam ekran olsun, yoxsa şəklin öz ölçüsü və yaxud da şəkildən çoxlu olsun. Gördüyünüz bu hissədə şəkil kənarlara qaçsınmı? Mən hazırda robot stolunda olan şəkil kənarlara qaçıb, yəni şəkil ekranın ölçüsündən böyük olduğu üçün şəkil kənarlara qaçıb. Mən bunu seçirəm. Yəni ki şəkil ekranla eyni ölçüdə olsun. Gördüyünüz bu hissədə biz vaxtı seçirik. Yəni ki hansı ki arxa şəkil dəyişir. Məsələn 1 dəqiqə, 2 dəqiqə. Mən sizə göstərmək üçün 10 sekund, yəni 10 saniyə seçirəm. Sürətli seçirəm ki siz rahat görəsiniz. Və buradan gördüyünüz kimi hamısını seçə bilərsiniz və yaxud da hamısını ləğv edə bilərsiniz. Mən indi saxlanit edirəm. Onu da qeyd edim ki artıq arxa plan şəkli gördüyünüz kimi dəyişir. Gördüyünüz artıq dəyişdi. Vaxt çox qısa olduğu üçün daha tez-tez, daha sürətli şəkildə dəyişir. 10 saniyə gözləyək, o birisi şəkildə gəlsin. Gördüyünüz kimi dəyişdi. İndi yenə həmən yerdə gördüyünüz buradan tweet okna deyirik. Yəni bu nədir? Gördüyünüz bu pəncərədir bildiyiniz kimi Windows. Bunun rəngi bizə bozdur, səhv eləmirəmsə. Bunun rəngini seçirik. Bura daxil oluruq və buradan gördüyünüz kimi panelin rəngi dəyişdi və yaxud da narıncı edə bilərik, sarı edə bilərik. Gördüyünüz kimi sarı rəngi oldu. Belə bir rəng alındı. Ağ rəngi edə bilərik. Mən bu rəngi seçirəm. Ya da məndə elə öz rəngində qalsın. Belə idi, səhv eləmirəmsə. Qara rəng. Və yenə saxlanit edirik. Zvuk bildiyiniz kimi səsdir. Yəni Windows yanında hansı səs gəlsin və s. Buradan səsləri seçə bilərsiniz. Burada gördüyünüz kimi səsləri seçib saxlanit edə bilərsiniz. Mən səslərə də əl vurmuram. Burada OK deyirəm. Və gördüyünüz bu hissə nədir? Bu hissə isə zastavka isə, yəni ki ekranda məsələn bizim kompüterlə iş görmürük, amma kompüterimiz hər hansı bir yükləmə gedir və yaxud da hər hansı bir iş gedir. Sadəcə biz müşkəyə əl vurmadıqda bildiyiniz kimi kompüterin ekranı qarala bilər. Biz buradan kompüterin ekranı nə formada olsun onu seçə bilərik. Gördüyünüz kimi ekranda dəyişir. Neçə dəqiqədən sonra olsun, yəni ki neçə dəqiqə müşkaya və yaxud da klaviaturaya əl vurmadıqda bizim ekranımız qaralsın. Həmçinin belə flashlar da var. Yəni animasiyalar var ki ekrana qoyduqda qaraldıqdan sonra ekran gördüyünüz kimi bu animasiyadır. Belə bir çox animasiyalar var ki görürsünüz. Ekran qaraldıqda belə animasiyalar gəlir. Siz bunlardan hətta internetdə də seçə bilərsiniz. Mən bunu niyət edirəm. Yəni bunu istəmirəm. Siz hər hansı birini seçib buradan dəqiqə qoyaraq
okey deyirsiniz və hazırdır. Bunu da admit edək. Yaxşı, biz temanı hazırladıq. İndi temaya öz istədiyimiz adı verək. Bunun üçün biz gördüyünüz burada saxranit tema deyirik və tema üçün ad seçirik. Məsələn, mən öz adımı seçirəm. Siz ürəyiniz isə nə olsa onu da seçə bilərsiniz. Gördüyünüz formada Şəhriyar MX temanın adı dəyişdi və Şəhriyar MX oldu. Və mən bu temaya kliklədikdə artıq mənim özümün hazırladığım tema ekranda görünür. Məsələn, test üçün göstərim, mən temamızı dəyişək. Gördüyünüz kimi mənim temam dəyişdi. Bu Windows'un öz temalarındandır, standart temalardan. İndi geri qayıdıb öz hazırladığım temanı qoyuram. Gördüyünüz kimi burada Moy tema, yəni mənim temam, bildiyiniz kimi adından göründüyü kimi. Bunlar da alternativ temalardır. Həmçinin arxa plan şəkilləri var. Gördüyünüz kimi bir çox şeylər var. Mən temanı yenidən seçirəm. Bu gördüyünüz hissə isə burada biz internetdən Windows'un, yəni Microsoft'un öz rəsmi saytından temalar seçib yükləyə bilərik. Gördüyünüz kimi indir və ayrıntılar da, yəni daha dəqiq baxırsan içində hansı şəkil var, hansı funksiyalar var və s. Qalan burada elə bir şey yoxdur. Yəni gördüyünüz kimi bu hissələr dəyişir, standartlardan fərqlənir. Məsələn, gördüyünüz formaya düşdü. Beləsinə bir şey alındı. Mən standarta qayıdıram. Məni Şəhriyar MX saytından izləyə bilərsiniz, mx.com saytından. Sayta daxil olduqdan sonra istəklər bölməsində istəklərinizi edə bilərsiniz. Saytda gəzindikdən sonra reklamlara klikləsəniz şad olaram. Bizim saytı paylaşsanız yenə şad olaram. Həmçinin Şəhriyar Mirzəliyev YouTube kanalına abunə olun və Facebookda gördüyünüz kimi informasiya və texnologiya səhifəsindən izləyə bilərsiniz. Başqa elə bir şey yoxdur. Hər hansı bir iraqınız, fikriniz olsa YouTube kanalında və yaxud da ki saytda qeyd etsəniz şad olaram. Məni dinlədiyiniz üçün təşəkkürlər.